Candır bəy, İran vurulacaqmı sizcə? İran necə vurula bilər ki? Hərbi cəhətdən bombalanmaq. Ola bilər ki, İranın ayrı-ayrı əskəri birliklərini vursunlar. Özəlliklə deyək ki, onların uçaq alanlarını, füzə istehsal olunan yerləri, yeraltı bilirsiniz, onların böyük bir hərbi bazaları var. Onların bəzi yerlərini vura bilərlər. Amma bütünlüklə İrana qarşı bir əskəri həmlə gerçəkləşərsə, bu Amerikanın və bütün dünya dövlətlərinin məğlubiyyətinə gətirər. Və eyni zamanda bilirsiniz ki, biz də buna qarşıyıq. Biz İranda hansısa böyük bir çatışmanın, insan qırğınını qəbul edə bilmərik. Yaxşı, Ermənistandakı ordu sizcə İrana qarşı addım ata bilərmi? Bu artıq mən hesab edirəm ki, İsrailin və Amerikada olan küresel mafiyanın, Fransanın və Yunanistanın planına oxşuyur. Yəni Ermənistanla vurula bilər. O Ermənistan üzərindən Azərbaycan və Türkiyə öz dövlət və milli maraqlarına çıxış etdikləri zaman, Azərbaycanı və Türkiyəni kullana bilmədikləri zaman poligon kimi Ermənistandan istifadə etmək planını bular. Nə oldu? Ermənistan dost, qardaş ölkəsi idi, bacı ölkəsi idi. Bilirsiniz ki, tarixi kökü olmayan millətlərin dövlət anlayışı ilə əslində danışmaq mümkün deyil. Onlar çıxarları və özdə dövlət çıxarları deyil ha. Deyək ki, günlük çıxarları uğrunda mübarizə aparırlar. Onların strateji çıxarları olsaydı, indiyə kimi böyük bir dövlətlər olardı. Dövlətlər içərisində dövlət tanınardılar. Hətta 30 il bağımsız olan bir Ermənistan dotasiya ilə yaşayır. Dünya erməni lobbisi para göndərir. Amerika dövləti, böyük dövlətlər olar, kadrolar da ondan yaşayırlar. Rusiyanın əskəri gücünü kullanıblar indiyə kimi və üzərində hər hansı bir gücü yoxdur. Biz onu Qarabağ Savaşında da gördük. 60-70 minlik əskəri gücü Azərbaycan əskərləri çox qısa zamanda məhv elədi. Hətta bir gün tamamlanmayan biz Xankəndinin, Xocalı və digər ərazilərində bir 20 minə yaxın əskərdən xilas olmasını gerçəkləşdirdik. Bunu dünya dövlətləri gördü. Savaşan əskəri olmayan bir ermənilərdən danışırıq. Dövlət olmayan ermənilərdən danışırıq. Və bu baxımdan da Ermənistana dövlət demək doğru deyil. Hər zaman haydut erməni dövləti demişik. Haydut bir erməni, eşqiya dövləti olan bir Ermənistandan danışırıqsa, oranı hər kəs kullana bilər. Hər kəsin maraqlarına uyğun olaraq ola bir poligon kimi istifadə oluna bilər. Amma bir yerə qədər. Ermənilər də hiss etsə ki, onların əraziləri poligon kimi kullandığı bir zaman, onların hamısı məhvə doğru gedəcək, həmən o kullanılmaqdan imtina edərlər. Mən inanıram ki, sonda ermənilər, Ermənistanda yaşamaq istəyən ermənilər nəhayət Türkiyə və Azərbaycanın gücünə sığınacaqlar və belə bir gücdən yararlanaraq özlərinin mövcud və yıxılmağa doğru gedən dövlətlərini qorumağa çalışacaqlar. Bu, onların təbii ki, son seçimi olacaq. Faşizmi də bilir ki, erməni onlara istənilən zaman zərbə vura bilər. Çünki eyni əxlaqın, eyni dəyərlərin daşıyıcılarıdır və bilirlər ki, onlar hansı həddə qədər, hansı dostluqları edə bilərlər.